Salam kızlar, ilk dəfə belə bir video hazırlamaq istədim. Bəlkə də uzun olacaq, bəlkə də qısa, amma faydalı bir video olacaq. Bilirsiniz ki, 11 ayın sultanı müqəddəs Ramazan ayı gəlib və oruç tutanların Allah hər birinin orucunu qəbul etsin. Amin yazmağı unutmayaq. Sizə asan bir şorba resepti verəcəm. İnşallah burada mən bir ingredient əlavə etməmişəm qızıma görə. Amma indi deyəcəm, siz istəsəz onu əlavə edə də bilərsiniz, etməyə də bilərsiniz. İlk öncə bir dənə qazana belə təmiz su əlavə edirik, qoyuruq qaynamağa. Qaynayandan sonra düyümüzü əlavə edəcəyik ora. Düyünlə bir yerdə hazır olacaq. Düyünlə əlavə edəcəyimiz bir dənə də dediyim kimi əlavə etməliyim burada ingrediyentdən biri noxuddur. Bişmiş noxud da əlavə edə bilərsiniz. Sadəcə mənim qızıma qaz yaratdığına görə mən noxud bugün əlavə etməyəcəm. Yəni noxudsuz da hazırlamaq olar. İlk öncə əllərinizi təmizləyirsiniz çünki burada əti yoğuracağıq. Blenderdən keçirdiyim bir ədəd soğanı hardasa təxminən 300 qram ətin üzərinə, çəkilmiş ətin üzərinə əlavə etdim və burada bunu qəşəng yoğuracağım. Bunu əlavə edəcəm. Onu bir yerdə yoğuracağım. Un həm həlim salır, həm də ki əti dağılmağa qoymur. Bir belə dolu çay qaşığı əlavə edirəm. Çünki suyuna da duz əlavə edəcəyimə görə. Yine kütlələrimizi hazırlayıb qoyacağım bunun üzərinə. Biraz soyuducuda qalacaq, dondurucu bölməsində. Az bir zaman ərzində. Nə çox yekən, nə çox balaca. Belə, orta boyutda kütlələr hazırlayırıq. Bizlər kütlələr hazır. İndi bunları qoymağa əminəm. Evet, bunları qoyaq soyuducuya. Deməli qızlar, ət soyuducuya qoyunca dedim, bu prosesdə hazırlayım. Bir yemək boşqabı atı. Bir ədəd yumurta. Yarım gəlbəki. Bunu yerlə bilib dökəcəm. Yeterlidir. Bunu gözəl şəkildə çırpıcı ilə həll edirik. Və hazır. Tavaya yağ əlavə etdim. Qoyacağım yağ biraz ərisin, sinsin tava. Yağın içinə əlavə edirik. Yağla bir yerdə qovuracağıq. Qızlar, üzərindən də nanə əlavə edib, nanə ilə də qovururuq. Bu qədər. Bunu altına atıb pişirdəcəm. Qızlar, düyünün həlimindən əlavə edirik və ya hazırladığımız qatıq qarışımına. 3 çömçə yetərlidir. Dibinin yağlanan nanesini bu şəkildə və belə qızlar təxmini 25 dəqiqə tam xodda bunu pişiririk. Və qızlar, şorbamız hazırdır. Yoxlayın bir dəfə. Mən də ilk dəfə görəndə bunu videolarda deyirdim ki, yox, mənlik bir şey deyil, yeyə bilmərəm. Yoxladıq. Ondan sonra dedik ki, yox. İlk dəfə noxudlu hazırlamışdım, amma bu səfər qızım üçün noxudsuz elədim. Və indi elə özüm qoyub nuş edəcəm. İftar süfrələriniz üçün hazırlayın, sunum edin, çox bəyənəcəksiniz. Videomuzu bəyənməyi, səhifəmizə takip atmağı unutmayın. Allah hər kəsin bir daha tutulu oruçları qəbul etsin. Amin. Hələlik.